Nuh surəsi 28 ayədir. Rəhman və rəhim olan Allahın adı ilə. Həqiqətən biz Nuhu, qövmünə şiddətli bir əzab gəlməmişdən əvvəl onları qorxud deyə öz tayfasına peyğəmbər göndərdik. O dedi, ey qövmüm, həqiqətən mən sizi açıq-aşkar qorxudan bir peyğəmbərəm. Allaha ibadət edin, ondan qorxun və mənə də itayət edin. Əgər belə etsəniz, o sizin günahlarınızdan keçər, sizə müəyyən vaxtadək möhlət verər. Allahın müəyyən etdiyi əcəl gəlib çatdıqda isə, o əsla təxirə salınmaz. Kaş biləydiniz, o dedi, ey Rəbbim, mən qövmümü gecə-gündüz imana dəvət etdim. Lakin dəvətim onların qaçmalarını daha da artırmaqdan başqa bir şeyə yaramadı. Sənin onları bağışlamağın üçün, mən nə zaman onları imana dəvət etdimsə, onlar barmaqlarını qulaqlarına tıxadılar. Məni görməsinlər deyə libaslarına büründülər. İsrar edib durdular və təkəbbür göstərdilər. Sonra mən onları uca səslə dəvət etdim. Daha sonra onlara aşkar söylədim və gizli bildirdim. Və dedim, Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki o çox bağışlayandır. O sizə göydən bol yağış göndərər. O sizə mal dövlət, oğul uşaq əta edər. O sizin üçün bağlar, bağçalar yaradar və çaylar axıdar. Sizə nə olub ki, Allahın əzəmətindən çəkinmirsiniz? Halbuki o sizi cürbəcür mərhələlərlə xəlq etdi. Məyər görmürsünüz ki, Allah 7 göyü bir-birinin üstündə necə yaratdı? Orada ayı bir nur, günəşi də bir çıraq etdi. Və Allah sizi yerdən bir bitki kimi göyərtdi. Sonra sizi yenə ora qaytaracaq və oradan da çıxardacaqdır. Allah yeri sizin üçün xala etdi ki, onun geniş yollarında gəzəsiniz. Nuh dedi, ey Rəbbim, onlar mənə qarşı çıxdılar və mal dövləti, oğul uşağı özlərinə ziyandan başqa bir şey artırmayan kimsələrə tabi oldular. Onlar çox böyük bir hilə qurdular və dedilər, öz tanrılarınızı tərk etməyin. Xüsusilə Bəddi, Suvağı, Yəğusu, Yəuqu və Nəsri atmayın. Onlar çoxlarını yoldan çıxartdılar. Sən də ey Rəbbim, ancaq onların zəlalətini artır. Onlar öz günahlarından dolayı suda boğdurulub cəhənnəmə daxil edildilər və özlərinə onları Allahın əzabından qurtaracaq köməkçilər də tapa bilmədilər. Nuh dedi, ey Rəbbim, yer üzündə bir nəfər belə kafir qoyma. Çünki sən onları buraxsan, onlar sənin bəndələrini yoldan çıxardacaq. Ancaq pozğun və kafir oğul uşaq doğub törədəcəklər. Ey Rəbbim, məni, ata-anamı, mənim evimə mömin kimi daxil olan kimsəni və bütün mömin kişiləri və qadınları bağışla. Zalımların isə ancaq və ancaq həlakını artır.